Her dəfə səhər-səhər çəkirdim balkonumuzun görüntüsünü. Artıq saat 8-dir. Hava hələ də qaralmayıb. Burada saat 9-da falan hava ancaq qaralır. Hava çox qəşəngdir, təmizdir. Binalar çoxdur, düzdür. Amma böyük binalara icazə yoxdur burada. Maksimum 5 mərtəbə. Ondan daha böyük olmur. Daha çox 3 mərtəbə, 4 mərtəbə, ən çox bunlardır. Bir də binaların üst hissəsində, indi bu binada görürsünüz yuxarıda, üst hissəsində balaca otaqlar olur. Burada da var, bunu da tam göstərim sizə. Baxın, bütün binaların üst hissəsində var. Balaca otaqlar olur. Ora sırf axşamlar gəlirlər, otururlar, yeyib içmək üçün binanın damında. Belə, buradan tam göstərim. Bura. Belə bir yerlər olur. Tam otaq kimidir, amma balacadır. Dost məclisi, nə bilim, dostlarla falan gəlirlər, bir də görürsünüz. Otururlar, musiqi falan, əyləncə, hava yaxşı olanda. Ümumiyyətlə, mən bunu ancaq Çanakkale'də görmüşəm və çox xoşuma gəlir həqiqətən. Çox gözəl bir şeydir. İnsan öz evinin üstündə də məsələn belə bir şey düzəltdirsə, çox maraqlı olar. Vlogumu izləyən hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Yeni vlog başlayıram, hər birinizə xoş izləmələr. İlk dəfədir ki, bu qədər uzun 28 dəqiqəlik bir vlog paylaşıram. Əvvəlki uzun vloglarımdan gördüyüm qədərilə uzun vlogları çox sevirsiniz. Bu dəfə Türkiyədə yaşadığımız qəsəbədə keçirilən maraqlı festivaldayıq. Yeməklər, alış-veriş və uşaqlar və böyüklər üçün atraksiyonlar var. Mən də özüm üçün bir əşya almağa gəlmişəm. Gəlin sizi tanış edim bu festivalla. Festival tam olaraq 3 gün davam elədi və mən 2-ci günü idi ki, bura baş çəkdim. Burada fərqli şirniyyatlar, geyimlər, dönərlər, sucuklar və digər məhsullar var idi. Qiymətlər isə həm normal qiymətlərindən daha münasib idi, daha aşağı idi və çeşid bol idi. Burada belə bir saxlama qabları var idi. Hər çeşid, hər növ, qapaqlı, qapaqsız, biraz da makyaj əşyaları var idi. Makyaj üçün sponjlar var idi qutuda. Sadəcə mən onları bəyənmədim deyə almadım. Çünki çox deşikli idi və düşündüm ki, kremi rahat yaymaz üzə. Bu stenddə isə çarşaflar, yaz yorğanları və adyallar var idi. İnanın, materiallar o qədər gözəl idi və qiyməti çox münasib idi. Sadəcə bizdə evdə olduğu üçün almadım. Təxmini 15-20 manat civarında edirdi. Bu stenddən mən ev üçün bir ədəd balaca zibil qabı və tualet üçün fırça aldım və ikisi birlikdə cəmi 4 manat pul ödədim. Qızlar, ən bəyəndiyim stendlərdən biri bu bujiteri stendləri oldu. Çox gözəl bujiteriler, takılar var idi. Sırf mövsümə uyğun və bu ilin dəbinə uyğun bujiteriler var idi. Xupinglər də var idi. Dəbli olaraq istədim hər birini sizə çəkim göstərim. Bu cür belə takımlar da var idi. Tək halda satılanlar da. Qiymətləri dəyişirdi. Hardasa 100 TL'dən, yəni 4 manatdan 300-500 TL arası 15-20 manat civarında bir qiymətləri var idi. Amma ən çox da vaxt keçirdiyimiz stendlərdən bu stendin qarşısında vaxt keçirmişəm. Burada isə çox münasib qiymətə 350 TL'dən başlayan qiymətlərlə çox gözəl modern tipli ayaqqabılar, krasovkalar var idi və hər biri eyni qiymət idi. Burada bu cür rəngli pijamaları çox deyirlər. İstər evdə, istər şəhərə çıxarkən falan çox istifadə edirlər və çox rahat olur. Burada da o qədər rəngli pijamalar var idi. Rəng zəhərlənməsi yaşayırdıq. Bilmədim ki, hansını çəkim göstərim. Amma belə diqqətlə baxsaq, çox gözəl məhsullar tapmaq olardı. Qiymətləri 8 manatdan, 5 manatdan başlayırdı və sərin materialdan idi. Nasıl?
En sevdiğim stendlerden biri de bu terlik stendi oldu. Yaza uyğun şəbşəblər o qədər gözəl idi ki, sadəcə mən keçən həftə özüm üçün aldığım üçün və daha rahat bir şeyler aldığım üçün artıq bunlara baxmadım, amma sizin üçün də yenə də çəkib göstərdim və bu arada mən də bu cür bir Crocs almışam və çox rahatdır. Burada ise qonşumuz bebişimiz üçün ilk paltarlarını aldı ve 3 tane yeni doğmuş körpə uşaq üçün markalar aldı. Her birinin materialı çok qəşəng idi. Çok sağ olsun həqiqətən. Kızlar, festival o kadar böyük idi. Həm festival, həm yarmarka belə deyim. Deməli 2 məhlə uzunluğunda idi o çadır. Çox böyük idi və bütün stendləri sizin üçün çəkib paylaşmaq istədim. Burada isə hamam üçün olan dəsmallar, ayaqaltılar, belə bir şeyler var idi. Onların da hər birinin materialları çox qəşəng idi və burada bu stendi də çox bəyəndim. 100 TL-yə 4 manata gecə pijamaları var idi. Amma belə baxıb materialına görə baxıb almaq lazım idi. Sadəcə bunlar çox qısa idi və mən özüm üçün başqa bir şeyler alacağım deyə və bu gündəlik həyatda da bu qədər qısa əşyalar geyinmədiyim üçün mən almadım. Ama ister desenleri olsun, ister keyfiyyəti olsun, axtarıb gözəl materiallar tapmaq olurdu. Belə deyim də 4 manata nə verirlər, amma çox qəşəng çeşid alıb yaratmaq olardı. Festivalın en gözü olan kosmetika reyonuna geldi. Burada ise Nars, Chico ve diğer meşhur Flarmar'ın padelkaları var idi. Meşhur markaların padelkaları var idi. Kosmetika mövzusunda, ətir mövzusunda çox seçiciyəm və çalışıram ki 3 dənə alacağımın qiymətinə bir dənə alım, amma tam keyfiyyətli bir şey alım ki, çünki üz dərisi çox həssasdır, çox dəyərlidir. Ona görə sadəcə qoxularına baxdım, amma sizin üçün də çəkib bura paylaşdım. Bu cür məhsulları sizə də tövsiyəm odur ki, əmin olduğunuz mağazalardan, demirəm ən belə bahalı, məşhur, amma əmin olduğunuz insanlardan, əmin olduğunuz mağazalardan mütləq alın. Çünki üz dərisi türklər demiş şakaya gəlməz. Həqiqətən hər zaman, hər yaşda bizim üçün lazımdır. Kiçik belə maşın üçün ətirlər də var idi. Burada isə bezdən hazırlanmış çantalar, daha çox biz yaşadığımız qəsəbəyə uyğun olaraq dəniz kənarı, dənizə getmək üçün belə həsir çantalar, parça çantalar var idi. Bunların da qiyməti səhv eləmirəmsə 100 TL-dən 4 manatdan başlayırdı 10 manata qədər. Burada fərqli markaların, Mavinin, Nike'ın padelka markaları idi. Bunlar da 150 TL-dən başlayırdı. Hardasa 5-6 manat civarında bu qiymətlərdən. Gündəlik geyinmək üçün heç də pis deyil. Gündəlik almaq üçün, məsələn evdə falan harasa gedəndə geyinmək üçün almaq olar. Onu da deyim ki, kişi reyonundakı şortlar, köynəklər, paltarlar qadın reyonundakı paltarlardan daha keyfiyyətli idi, daha xoşa gələn idi. Həm material olsun, həm görünüş olsun. Qadın reyonunda daha çox qarışıq rənglər var idi, geyimlər baxımından. Mən qab-qacaq almağı, kosmetika almaqdan bəlkə də daha çox sevirəm və bu stendə ürəyimi qoyuram həqiqətən. Fincanlar o qədər gözəl idi. Təkli fincanlar, 2 nəfərlik fincanlar, Türk kahvesi üçün və yaxud Nescafe üçün olan fincanlar çox gözəl idi və keramika materialından idi. Qiymətlər də normal idi. 6-7 manatdan başlayırdı zövqə görə. Tam sadələri də var idi. Kupa dediyimiz böyük fincanlar da var idi. Və burada çox gözəl tabaklar var idi. Süs üçün falan və servis üçün olan tabaklar var idi. Həqiqətən qızlar, onu deyim ki, kirayədə yaşamağın pis və çətin tərəflərindən biri də odur ki, istədiyin qədər qab-qacaq alıb yığa bilmirsən. Çünki düşünürsən ki, 3 ay sonra, 5 ay sonra, 1 il sonra mən buradan o əşyaları necə daşıyacağam, necə sığdıracağam o evə. Ona görə mən də ehtiyatla alıram qab-qacaq. İstəmirəm ki, evdə çox yer tutsun. Geyim stendləri daha çox idi və yenidən başqa bir stende gəldik biz. Burada da tişörtlər, pijama şalvarlar var idi. 8 manatdan, 5 manatdan başlayırdı qiymətləri. Sadəcə rəngləri qızlar çox qarışıq idi və mən bu cür rənglər geyinə bilməyəcəyim üçün sadəcə çəkdim. Sizin üçün də maraqlı bir şey olsun deyə və baxdıq. Amma məsələn evdə kənara çıxmadan evdə sərin bir şey üçün geyinmək olar.
Daha sonra çanta stendinə gəldik. Burada çox maraqlı, fərqli çantalar var idi və qonşumuz bir gün əvvəl bir çanta almışdı özü üçün. Sadəcə artıq bəyənməmişdi və onun üçün kiçik olmuşdu. Biz də gəldik o çantanı dəyişdirməyə. Bir dənə çanta bəyəndi. Sadəcə onun uzun qulpu yox idi və biz istədik ki, digər çantalardan uzun qulp bizə satıcı təşkil eləsin. O da verə bilmədiyi üçün başqa bir çanta aldıq. Amma bacardığım qədər istədim ki, bütün çantaları sizin üçün çəkim göstərim. Bunların qiymətləri çox münasib idi. Amma həqiqətən gündəlik üçün çox maraqlı, gözəl çantalar var idi. Böyük, xırda, balaca, hər çeşid çantalar var idi. Qızlar, biz alışmışıq artıq hər şeyimizi, çantalarımız da dahil olmaqla Temudan sifariş eləyək. Amma inanın, o stendləri görəndən sonra hər şeyi tamam unutdum. Fərqli rənglərdə, fərqli ölçülərdə, fərqli görünüşdə o qədər gözəl çeşidlər var idi. Qiymətləri də çox münasib idi. Gedib başqa bir mağazadan, normal daha şəhər içi bir mağazadan aldığınız bir çantanın qiymətinə 2-3 ədəd çanta almaq olardı. Deyim ki, keyfiyyəti böyük belə A-klass bir şey yox. Təbii ki, bazarda nə olacaq? Amma deyim, yəni bundan əvvəl də güya hər kəs A-klass işlətmir ki, əgər sən xoşuna gəlirsə, bəyənirsənsə, model sənə uyğundursa, çantanı onsuz da ki, elə bir dövrdəyik ki, illərlə çanta götürmürük. Sadəcə bir neçə aylıq, bir neçə müddətli çeşid olaraq dəyişik bir şey olsun deyə istifadə edirik. Xüsusən son dövrlər mini çantalar daha çox dəbdədir və burada da həm mini, həm böyük, həm orta ölçülü çantalar çox idi. Rəngləri də çox gözəl idi. Mən çox bəyəndim və tam olaraq sizin üçün çəkib göstərmək istədim. Bu ağ çantanı xüsusilə bəyəndim və gündəlik harasa getmək üçün bir dənə düzdür, çox bir şey yerləşməyəcəyəm içinə, amma gündəlik gəzməyə getmək üçün çox gözəl idi və belə bir qara çanta var idi. Bu parçadan idi biraz, düzdür, sərt bir parça idi, amma tam qutu kimi, içi də çox böyük və dərin idi. Çox istifadəsi rahat bir şey idi. Sadə içi. Festivalın ən son tərəfləri isə uşaqlar üçün tamamilə cənnət deyəcəyimiz bir yer idi. Çünki uşaqlar üçün maşınlar, atraksiyonlar, şeytan çarxı və yemək stendləri, popcorn falan var idi. Sırf uşaqlar üçün bir yer idi. Amma eyni zamanda arada yol var idi ki, orada da çay, kofe stendləri var idi. Burada belə bir şey çəkdim sizin üçün. Çox maraqlı idi mənim üçün. Deməli, futbol kalesi var idi və orada bir xanım dayanmışdı. Orada belə bir yazı yazılmışdı ki, xanım kalecidən 2 qol atsanız 400 TL hədiyyə qazanırsınız və həqiqətən çox maraqlı gəldi mənim üçün. Görəsən o pulu qazanan varmı? Çünki xanım bayağı bir cüssəli bir xanım idi. O kaledən top keçirən xanım deyildi. Həqiqətən bir xeyli maraqlandıq və burada belə bir uşaqlar üçün də gözəl atraksiyon var idi. İşıqlı, maraqlı atlar filan, motosikletlər olan atraksiyonlar çox idi. Eyni zamanda musiqi, rəqs olan bir yerlər var idi. Ən son hissələrdə stendlər, yemək stendləri, popcorn, dönər, kebab, sucuk stendləri və kafeterilər var idi. Burada həm uşaqlar, həm böyüklər rahat şəkildə əylənmək, oturub yeyib içmək üçün yerlər daha çox idi. Bu cür şeytan çarxı var idi. Bu da biraz təhlükəlidir, amma buradan əylənənlər də çox idi.
Həqiqətən bu cür festivallar gəzmək insana çox gözəl xatirələr bəxş eləyir və insanın əhval-ruhiyyəsini, hal-əhvalını tamamilə dəyişir. Keçən həftə sizə Türkiyədə yaşadığım xəstəxana macəralarından danışmışdım və nəhayət ki, üstündən 2 həftə falan keçib, səhv eləmirəmsə, nəhayət ki, bu həftə yoldaşımın iş sığortası məndə təsdiqləndi. Bu nə deməkdir? Yəni, mən bütün xəstəxana şərtlərindən, xəstəxana xidmətlərindən pulsuz olaraq eyni yoldaşımın yararlana bildiyi dərəcədə yararlana bilirəm. Yəni, bütün həkim müayinələri olsun, analizləri olsun, bütün xidmətlər olsun, hansı ki, özəl xəstəxanada gedib daha bahalı qiymətə biz bunu ödəyirdik. Məsələn, bir həkim qəbulu 100 manat, 120 manat idi. Burada isə tam pulsuz olaraq düşə bilirəm. Analizlər məsələn 200-300 manatdan başlayırdı. Dövlət xəstəxanasında isə tam pulsuz olaraq bütün analizləri keçə bilirəm. Bu da yoldaşımın sığortası məndə biraz gec təsdiq olundu. Bunun səbəblərini bilmirəm nədəndir. Halbuki məndə oturma iznim, yaşamaq iznim var. Yəqin ki, bunun da bir səbəbləri var. Tam məlumatım yoxdur. Burada məsələn aldığımız dərmanların çoxusu da pulsuz gəlib bizə başa gəlir. Məsələn, ən son dövlət xəstəxanasında mənə yazılan dərmanlar 500 TL tutmuşdu və mən sığorta ilə cəmi 150 TL ödədim. Bu həqiqətən çox yaxşıdır. Bu da düzdür. Dövlət çoxunu qarşılayır. Hətta pulsuz verdiyi dərmanlar da var. Amma hansı ki, bəzi dərmanlar olur ki, bunlar xaricdən gəlir və özü istehsal etmir, öz ölkəsi istehsal etmədiyi dərmanların da %80'ını qarşılayır, %10, %20 qismini ödəyirsən aptekdə. Və mən 6 il Azərbaycanda xəstəxana sistemində işləmişəm, tibb sahəsində işləmişəm və orada hər dəfə deyirdilər ki, elektron resept olacaq, elektron resept gələcək, bəs bütün dərmanlar, hansı dərmanlar elektron reseptdə yazılacaq və artıq həkim firma dərmanı, şirkət dərmanı yaza bilməyəcək və o şey artıq burada var həqiqətən. Həkim bizə tam dövlət xəstəxanasında həkim tam resept vermir. Sadəcə bəlli bir kod verir. O kodu götürüb gedirsiniz aptekə, aptek o kodu oxudur və orada yazılan sistemdə olan dərmanları yığıb sizə verir. Sadəcə özəl xəstəxanada resept olaraq yazır və özəl xəstəxanada yazdığı reseptlər isə dövlət qarşıladığı dərmanlar deyil. Məsələn, ən sonuncu həkim mənə 3 dənə dərman yazmışdı, səhv eləmirəmsə, buna 120 manat pul ödədim özəl xəstəxanadakı həkimin. Bu qədər. Amma onu deyim ki, Azərbaycanda da deyirlər ki, hər dəfə elektron resept olur. Düzdür, son vaxtlar bəzi dərmanlar var idi ki, elektron reseptlə yazılırdı. Amma tam olaraq da o sistemə keçilməyib. Amma o qədər rahatdır elektron reseptlə. Artıq bilmirəm indi burada rahatdır ya orada da elə olar. Sırf dövlət qarşılayır dərman qiymətlərini falan, ona görə rahatdır. Burada deyim ki, dövlət xəstəxanasında əməliyyatlar da pulsuzdur. Hər hansı bir əməliyyat fərqi yoxdur. Tamamilə pulsuzdur. Ondan sonra xidmətlər pulsuzdur, dərman alınma falan pulsuzdur. Mən doğum məsələləri ilə bağlı müraciət eləmişəm və ayın 20-si bir də burada maraqlı nədir? Həkim qəbulu randevu ilə olur. Məsələn, bugün həkimə getmək istəyirəm, vəsiqəni götürüm, xəstəxanaya gedim, yox, dövlət xəstəxanasında elə deyil. Zəng edirsiniz, bir nömrə var, deməli səhiyyə, buranın səhiyyəsinin qaynar xətt nömrəsi var və hansı şəhərdən, hansı xəstəxanadan, hansı həkim üçün randevu almaq istəyirsə, getmək istəyirsə, randevu alırsınız 15 gün qabaqdan. Baxır o indi ən gecə 15 gün qabaqdan verirlər. Məsələn, yer varsa tez də randevunu verirlər. 1 həftə, 3 gün belə. Amma məsələn, sabah getmək istəyirəm, bugün zəng edeyim, yer versinlər. Yox, o qədər olmur. Yəni ən azından bir həftə öncədən zəng vurub randevu almalısınız. Və doğuş əməliyyatları,
bütün əməliyyatlar pulsuzdur. Sadəcə mən özəl xəstəxanaya getdiyim üçün bundan əvvəl orada maraqlandım qiymətləri. Bizim pulla, deməli biz Çanakkale şəhərində yaşayırıq və bizim pulla burada 4000 manat, 90.000 TL sadəcə xəstəxananın özü istəyir. Həkim də xaricdən, xəstəxana xaricindən gəldiyi üçün, məsələn mənim həkimim özünün müayinəxanası var. Məsələn orada müayinə eləyir. Sadəcə əməliyyat şəraiti orada mümkün olmadığı üçün bir özəl xəstəxana ilə müqaviləsi var və əməliyyatını, doğuşlarını orada həyata keçirir. Orada 90.000 TL, 4000 manat xəstəxananın özü istəyir. Həkim üçün də yəni tam olaraq biz bilmirik. Həkim özü istəyir qalan pulu da, belə bir dedi. Mən də ondan sonra məcbur oldum. Artıq dövlət xəstəxanasına getməyə məcbur oldum. Məsələn, Çanakkale'də qiymətlər belədir, amma Adanada, digər şəhərlərdə, daha belə münasib yerlərdə isə 2000 manatdan, 1500 manatdan başlayır özəl xəstəxanalar. Onu deyim ki, qiymət fərqi var, amma xidmət fərqi yoxdur. Məsələn, dövlət xəstəxanasında bir gün sizi saxlayırlarsa, orada ola bilər 2 gün ya 3 gün, heç 3 gün də çox. Yəni maksimum sizi 2 ya 3 günü özəl xəstəxanada saxlayırlar, ondan daha yuxarı saxlamırlar, hətta 3 gün belə olmur. Belə şərtlər də ki, deyim ki, hamısı özəldə işləyən həkimlər də, hamısı dövlətdə işləyib, çalışıb, daha sonra özələ yönələnlər, eynən bizdəki kimi. Sadəcə bizdə nə fərq var? Eyni zamanda həm özəldə işləyirlər, həm dövlətdə işləyirlər. Amma burada səhv eləmirəmsə dövlətdən artıq çıxandan sonra özəl xəstəxanaya yönəlirlər. Eyni anda işləmək bilmirəm. Görməmişəm ki, eyni anda 2 yerdə işləsin həkim, həm dövlətdə, həm özəldə. Bu qədər. Amma maraqlanmaq, məsələn, xəstə ilə diqqət göstərmək falan hamısı normaldır, eyni qaydadadır, eynən necə dövlətdə, eləcə də özəldə. Sadəcə nəyi seçə bilirsiniz? Məsələn, doğum əsnasında Türkiyədə belə bir qanun çıxıb bu yaxınlarda. İstəyə bağlı keysərlə doğuş etmək qadağan olunub, ancaq mütləq nəsə problem olmalıdır və yaxud həkim buna qərar verməlidir. Problem olmasa belə həkim buna qərar verməlidir ki, məsələn, bu xəstə keysərlə olmalıdır mütləq doğuşu, o cür. Amma əvvəl belə deyilmiş, həm keysər, həm normal doğuş, bunu xəstə özü seçə bilirmiş. İndi özəl xəstəxanalara yönələn xəstələrin çoxu səbəb budur ki, ancaq keysərlə, çox insan keysərlə istəyən insanlar məcbur da olsa özələ yönəlirlər. Bu qədər. Çöldə oturmuşam və maşınların, motorların səsi o qədər gəlir ki, bilmirəm indi bu videomla bir şey başa düşəcəksiniz. Amma maksimum çalışdım ki, hər şeyi danışım, sizinlə də bölüşüm, vlog maraqlı olsun deyə. Qızlar, ən son həkimin mənə yazdığı dərmanlar bu 3 dərmandır. Təbii ki, bundan əvvəl də içdiyim dərmanlar var. Bir ədəd D vitamini içirəm. Onu göstərmişdim sizə. Bir də B qrup və D qarışıq, B qrup və qan dəmir dərmanı qarışıq içirəm. Ən son yazılanlar isə bunlardır, bu üçü. Əsas mənim şişliyimi götürən bu dərman oldu. Aspirin. Ödənmiş şişliyimi götürən bu dərman oldu. Bunu dedi ki, bəs bədəndə bəzi zəhərlənmələr ola bilər. Ona qarşı yazıram. Bir uzun müddətli 2 ay müddətinə içməlisən dedi həkim bunu mənə. Və bunu içəndən sonra mənim bütün şişliklərim azaldı. Və belə bir maqnezium yazıb, əl ayağımda çeymələr var. O çeymələrin qarşısını almaq üçün, aradan götürmək üçün. Bu da həm şişlik üçün, həm çeymələr üçün çox yaxşıdır. Saşi formasındadır. İndi açıb göstərərəm bunu sizə. Son olaraq belə bir dəmir tərkibli dərman yazıblar mənə. Bu da belə bir şeydir. Belə bir şeydir. Tam görsənmir, amma belə görsənir. Kapsul formasındadır. İçməyə rahatdır. Heç bir mənim əslində mədəmdə biraz həssaslıq var dərmanlara qarşı, amma şükürlər olsun ki, heç bir məni narahat eləmədi. Aspirini də gündə bir dəfə içirəm. Bu da belə bir şeydir.
Normal aspirinlərdən fərqlidir, yoxsa mənə elə gəlir, yazarsız rəylərdə səhv eləmirəmsə, belə bir xırda dərmanlardır. Bu da çox yaxşı kömək edir mənə. Belə maliyyəti çox deyil, amma effektiv dərmanlardır. Əslində burada vətəndaşlar dərmanları pulsuz alır. Pulsuz aldı, onların sığortalarından çıxılır bütün dərmanlar, həkim xidmətləri falan. Sadəcə mən hələ vətəndaş olmadığıma görə mən düzdür, yoldaşımın sığortasından faydalana bilərəm, amma ki o tam olaraq faydalana bilmirəm də. Yəni bunların qanunlarına görə xəstəxana xidmətlərindən faydalana bilirəm, amma dərmanlar olaraq yox. Dərmanlar olaraq onun öz adına ala bilər, o pulsuz ala bilər. Amma belə mənim adıma resept yazıldığı zaman məcburam ki, pulla, ödənişlə alım. Amma vətəndaşlıqdan sonra, vətəndaşlıq alandan sonra öz vətəndaşları falan tam ödənişsiz alır dərmanları deyim ki, ola bilər bəzi dərmanlar olsun, xarici dərmanlar olsun, onlara az miqdarda qarşılayırlar pulla. Amma yenə də çox az miqdarını ödəyirlər, yəni özləri, qalanını isə dövlət ödəyir. Bu baxımdan çox rahatdır. Həm həkim xidmətləri pulsuzdur, həm dərman xidmətləri. Belə bir saşe formasındadır, toz şəklindədir. Acı dadı yoxdur, rahatdır içmək. Biraz portağal dadı gəlir. Qrip dərmanlarına bənzəyir biraz da. Belə qarışdırıb qoyuram, biraz həll olunsun suda. Həmin dəqiqə içəndə tam həll olunmur, belə qabarcıqlar qalır. Hava isti olmağına baxmayaraq, ürəyim çay istədi. Dedim, gətirim çay dəmliyim, belə. Limon falan da atacam içine. Bunların çayına yavaş-yavaş alışıram. Göstərmişdim bu çay sizə. Çox belə xırda çaylardır. Özlərim isə çox tökür. Amma mən 2 nəfərlik falan dəmləyirəm deyə hər dəfə 1 qaşıq yarım falan tökürəm. Amma məsələn 4-5 nəfərlik dəmləsəz əgər 3 yemək qaşığı yarım tökürsüz. Yəni ancaq dəm alır. Bir də bu çayın belə bir xüsusiyyəti var. Dəmləyirsiniz, tam üzünə yığılır çay. Bizdə necədir? Üzünə yığılanda deyirik ki, dəmləndi də. Burada isə üzünə yığılır, gözləyirlər ki, o yığılan çay təzədən çöksün. Çökməyəndə içmək olmur. Həm acı olur, həm də tam belə çiy kimi dadır. Özəlliyi odur bu çayın.